sürtünmə əmsalı müyə bərabərdir. Ən aşağıdakı tirci dartıb aparmaq üçün lazım olan F qüvvəsinin minimum qiyməti neçə müəmc olar? Bilirik ki, müəmc nəyin düsturudur? Sürtünmə qüvvəsinin düsturudur, düzdür? 3 tircikdir, yerlə sürtünməyə məruz qalır. Yer səthi ilə ümumi bu cisimlər arasında 9 müəmc qədər sürtünmə qüvvəsi olacaq. Çünki ümumi kütlələri nə qədərdir? 9 müəmc qədər sürtünmə qüvvəsi olacaq. F qüvvəsi tətbiq olunub 2M kütləli cismə. 2M kütləli cismin üstündə isə əlavə olaraq 7M kütləli cisim olduğuna görə bunun arasında da 7 müəmc qədər sürtünmə qüvvəsi yaranmış olacaq. Ümumilikdə 9 müəmc ilə 7 müəmc-ni toplasaq, F qüvvəsinin minimum qiyməti 16 müəmc-yə bərabər olacaq. Elə bizdən də bu soruşulur ki, neçə müəmc olar? Cavabımız olacaqdır 16. Belə şəkillə verilən suallar uşaqlar sizi qorxutmasın. Elə şəkil tipli olan suallar daha asan olur. Çünki ən azı bir təsvir olur gözümüzün qarşısında. Necə ki, qrafiklə olan suallar, məsələn, bir də görürsünüz, sırf şərtlə verilən, şəkilsiz, qrafiksiz verilən suallar daha asan olur. Çünki gözümüzün qabağında uşaqlar hazır bir təsvir olur. İkinci suala baxırıq. Uşaqlar, oxuduqca verilənləri də qeyd edəcəm ki, çünki burada məsələ həllidir. Sürtünmə əmsalı 0.4 olan, yazıram, mü bərabərdir 0.4 olan, düz xəttli yolda 50 Newtonluq sabit qüvvənin təsiri altında hərəkət edən 5 kq kütləli cismin M bərabərdir 5 kq. Söhbət 5 kq kütləli cisimdən gedir. Sürət zaman qrafiki verilmişdir, yəni VT qrafiki verilmişdir. Və biz bu qrafikə əsasən V0 başlanğıc sürətin qiymətini tapmalıyıq. Sabit qüvvənin təsiri altında hərəkət edən, düz xəttli yolda sabit qüvvənin təsiri altında hərəkət edən, burada söhbət gedir dartı qüvvəsindən. Dartı qüvvəsinin də qiyməti 50 Newtona bərabərdir. Uşaqlar, bizim 3 əsas şərtimiz var idi. Bir dənə onu yadımıza salaq. Birinci şərtimiz nə idi? Dartı qüvvəsinin sürtünmə qüvvəsinə bərabər olması. Bu zaman əvəzləyici qüvvə 0-a bərabər olurdu. Niyə 0-a bərabər olur? Çünki cisim düz xəttli bərabər sürətli hərəkət edir. Dartı qüvvəsinin sürtünmə qüvvəsindən böyük olduğu hərəkət var idi. Bu hərəkətdə cisim necə hərəkət edirdi? Yəni, hansı növ aid oldu cismin hərəkəti? Bərabər yeyinləşənə. Əvəzləyici qüvvəni tapanda nə edirik? Dartıdan sürtünməni çıxırdıq. Üçüncü şərt nə idi? Sürtünmə qüvvəsinin dartıdan böyük olması. Bu zaman cisim necə hərəkət edirdi? Bərabər yavaşlayan hərəkət edirdi. Əvəzləyicini tapmaq üçün nə edirdik biz? Sürtünmədən dartını çıxırdıq. Aha, bu öz yerində. İndi bizdən soruşur ki, qrafikə əsasən biz baxın. Qrafikdə V0-ın qiymətini tapmalıyıq biz. V0-ın qiyməti yoxdur. Əslində, test toplusu bu məsələ tərsinə verilir. V-də verilir, V0 da verilir. Bizə məsələn soruşulur, məsələn, əvəzləyici qüvvə və yaxud təcridin qiyməti. Baxaq görə indi nə edə bilərik? Birinci uşaqlar, ilkin olaraq sürtünmə qüvvəsini müəmc düsturundan tapa bilirik. F sürtünmə bərabərdir müəmc. Mü'nün qiyməti 0.4, M-in qiyməti 5, J-nin qiyməti 10. Bu hasil bizə verəcək müəmc hasili 20-yə bərabərdir. Deməli, sürtünmə qüvvəsi 20 Newtondur. Aha. Əlimdə dartı qüvvəsinin də qiyməti var. Uşaqlar, biz iki cür yolla bilə bilərik. Çünki dartı 50-dir, sürtünmə 20-dir, düzdür? Əlbəttə ki, dartı sürtünmədən böyükdür. Bu zaman cisim necə hərəkət edəcək? Baxın, ikinci şərtimiz bərabər yeyinləşər. Onu da uşaqlar bilməsək də, məsələn, qrafikə baxan kimi görürəm ki, qrafik zaman oxundan getdikcə neyinir? Uzaqlaşır. Mən də sizə keçəndə demişəm ki, qrafik zaman oxundan uzaqlaşırsa, sürət zaman qrafikdən söhbət gedir. Bax, mən burada VT-ni boşuna yazmamışam. Sürət zaman qrafikində qrafik zaman oxundan get-gedə uzaqlaşırsa, bərabər yeyinləşən, get-gedə, yəni get yaxınlaşırsa, yavaşlayan. Burada əvəzləyici qüvvəni tapmaq üçün yazıram, MA bərabərdir, F dartı çıxılsın, F sürtünmə. Yazıram, MA bərabərdir. Dartı nə qədər idi? 50, 20 də sürtünmə qüvvəsinin qiymətidir. Deməli, əvəzləyici qüvvə 30-a bərabər. MA bərabər 30. M-in də qiyməti 5-də axı. A-nı buradan tapsam, A-nın qiyməti nəyə bərabər olacaq? A-nın qiyməti bərabər olacaq 6-ya. Təcridin qiyməti 6-dır. Bu, bir neçə mərhələli məsələdir uşaqlar. Birinci sürtünmə qüvvəsini tapmaq lazımdır. Sonra əvəzləyici qüvvənin düsturunu yerinə qoyub A-nı tapmaq lazımdır. Üçüncü mərhələmiz nədir? V bərabərdir V0 plus AT düsturuna əsasən mən buradan gəlib V0-ı tapsam, AT hasilindən V-ni çıxmalıyam da, düzdür? Başlanğıc sürətin qiyməti mənə lazımdır. Baxıram ki, amma bu düstura əsasən getsəm,
Nə olacaq uşaqlar bu düstura əsasən gedəndə? Gətirib yerinə də qoyub hesablaya bilərəm. V0-a görə də ayrıca düstur yaza bilərəm. Gətirin yerinə qoyub hesablayaq. 20 bərabərdir. V0 bilmirəm nə qədərdir. ATH həsiri nəyə bərabər olacaq uşaqlar? 12-yə. Çünki T baxın qrafikdə verilibdir qiymət. T-nin qiyməti 2-dir. A-nın qiyməti 6-dır. V0 nəyə bərabər olacaq? 8 metr bölünsün saniyə. İndi mən burada yerinə qoydum hesabladım. Uşaqlar siz V0-a görə düstur da alıb hesablaya bilərsiniz. Bu da 3-cü mərhələ. Görürsünüz uşaqlar, bir məsələ 3 mərhələdən ibarətdir. Tamamı 3 mərhələdən ibarət olan bir məsələdir. Sonra burada uşaqlar keçən dərs izahda da güvənə aid bir dənə sual var idi. Güvən standart bir sual vardı. Onu da ayrıca izahını paylaşacağım və 3-cü sualın da ayrıca izahını paylaşacağım. Baxırıq 4-cü suala. Kütləsi 40 kiloqram olan cismin hərəkət tənliyi 12t çıxılsın 2t kvadratı şəklindədir. Cismə təsir edən dartı qüvvəsi 80 Newton olarsa söhbət F dartdan gedir. Yazıram bura. F dartı bərabər 80 Newton. Bizdən soruşulan nədir? Sürtünmə qüvvəsinin qiymətidir. Uşaqlar, bu tənlik boşuna vermir. Normalda bu tənlik nədir? V0 vur T çıxılsın AT kvadratı bölünsün 2-dir. Düzdür? Yəni şablonu belədir də. Mən həmişə demişəm ki, birinci şablonu öyrənmək lazımdır. Mən sizə demişdim ki, həmişə bərabər təcili hərəkətin tənliyində, hətta ki, S-in düsturunda T kvadratının qarşısında nə görsəz, təcilin qiyməti ona uyğundur. Amma necə? Bir dənə fikirləşin ki, uşaqlar, AT kvadrat bölü 2-dirsə, T kvadratının qarşısında nə olubdur ki, onu bölüblər 2-yə, alıblar 2-ni. Deməli 4 olubmuş da. Təcilin modulu 4-ə bərabərdir. A bərabərdir 4-ə. Aha, indi F-sini tapmaq üçün bir növ elə bil mən yaxınlaşıram da. Kütlə də verilibdir 40 kiloqrama. Bunu da verilənlərin içərisində yazıram ki, M bərabər 40 kiloqrama. Böyükdən kiçik çıxıb əvəzləyici qüvvəni tapa bilərəm. Amma mən artıq bilmirəm axı indi burada dartıdır böyükdür, yoxsa sürtünmə böyükdür. Onu mən bilə bilmirəm. Bilirsiniz niyə? Çünki dartı verib, amma sürtünmə məlum deyil axı. Bəs yaxşı, mən necə qurum indi bu tənliyimi ki, EMA-nın nəyə bərabər ki, mən doğru cavabı tapa bilim? Aha, bir dənə ipucu verilibdir burada bizə. O nədir? Uşaqlar, bu tənliyə baxın. Təcilin modulu 4-dür. V0-ın qiyməti də, V0-ın, yəni sürətin modulu da 12-yə bərabərdir. Burada belədir, amma belə modulla yazsaq. Amma baxıram ki, burada təcil, görürsünüz, burada çıxdı ən sadə dediyim, burada plusdur. Yəni üstə gəl yazılmır axı, müsbət yazılmır. Deməli, V0-dan belə çıxır ki, əks işarəlidirlər də. Necə hərəkət növüdür onda? Aha, V0 və əks işarəlidirsə, bu zaman bərabər yavaşlayan hərəkətdir. Burada modul dediyinə görə uşaqlar, onu çaşdırmayın ha. Burada mən modul demişdim, ona görə mənfini yığışdırdım da elə bir növ. Bərabər yavaşlayandır. Bərabər yavaşlayan üçün baxın, bir də qayıdıram əvvələ, o şərti sizə göstərəm ki, yavaşlayanda sürtünmə dartıdan böyük olur. Biz əvəzləyici qüvvəni tapanda həmişə nə edirik? Böyükdən kiçik çıxırıq da. Birinci gəlin müqayisə edək. Deməli, həqiqətən də burada sürtünmə qüvvəsi dartı qüvvəsindən böyükdür. Şərtə əsasən, bu qaydadır. Deməli, böyükdən kiçik çıxıram, F sürtünmədən çıxıram F dartını, bərabər edirəm EMA-ya. F sürtünmə bilmirəm nə qədərdir. F dartı 80-dir. Bərabər eləyirəm. EMA. M 40-dır. A-nın qiyməti nə qədərdir bəs? A-nın qiyməti 4-dür. Deməli, alıram ki, Fs çıxılsın 80. Hər bir mərhələni qeyd eləyəcəm ki, sizə asan olsun. 40 vur 4 eləyəcək 160. Deməli, sürtünmə qüvvəsinin qiyməti nəyə bərabər imiş? 240 Newtona. Sürtünmə qüvvəsinin qiyməti 240 Newtondur. Doğru cavabımız olacaqdır nə? C variantı. Bu da 4-cü sualın izahı. Baxıram uşaqlar 5-ci suala. 5-ci sualda deyir ki, yayın sərtliyini təyin etmək üçün hansı cihazlardan istifadə olunur? Uşaqlar, burada izah eləyəcəm, ona belə bir xırda bir yer ayırıram. Yayın sərtliyi ilə işarə olunur? K-la. K-nın düsturu nədir? F elastiklik bölünsün X. Sərtliyi tapmaq üçün mən elastikliyin qiymətini bilməliyəm. Bir də, məsələn, deyək, burada yayda da, məsələn, bunun uzantısı. Yayın uzantısı budur da. Yayın uzantısı nə qədərdirsə onu bilməliyəm. Qüvvəni təyin etmək üçün istifadə olunan cihaz dinamometrdir. Yəni, mənim bir cavablarından bir dinamometr olmalıdır. B-ni çıxıram, B-də yoxdur dinamometr, C-də yoxdur dinamometr. Digər variantları saxlayıram ələk. Uşaqlar, baxın, bildiniz, bilmədiniz. Variant çıxdaş etmək sizin işinizi asanlaşdırır, amma doğru şəkildə variant çıxdaş eləməkdən söhbət gedir də. Sonra baxıram ki, X nədir? Uzanma adı üstündə. Məsələn, yayın uzantısını təyin etmək üçün, ölçmək üçün mən hansı cihazdan istifadə edərəm? Təbii ki, xəttkeşdən. Deməli, dinamometr və xəttkeş vasitəsilə yayın K sərtliyini təyin etmək olar. Onu da yadımıza salaq ki, buradakı K nə F elastiklikdən, nə X-dan heç birindən asılı deyil.
Bir də uşaqlar, burada dinamometrlə saniyə ölçən də keçən dərsdə belə bir sual soruşmuşdular ki, dinamometrlə saniyə ölçən olan uşaqlar xeyr. Bir dənə özümüz də bir məntiqi cəhətdən düşünsək, tutaq ki, cihazları tanımırıq ha. Məntiqi cəhətdən də düşünsək, yaydır, yayın sərtliyidir. Yəni sərtlik birbaşa materialdan asılı olan bir şeydir də, düzdür? Sərtliyi təyin etmək üçün heç saniyə ölçən bir işimizə yarayar? Yox, heç bir şəkildə yaramaz.